Əziz tamaşaçılar, Qərbi Azərbaycana doğru verilişində sizləri xoş gördük. Biz keçən dəfə həm bir Qərbi Azərbaycanlı, həm də bir müxalifət partiyasının baş katibindən söhbət elədik. İndi əlbəttə ki, Qərbi Azərbaycana qayıdış, Ermənistanın vətəndaşı olmaq məsələmiz, necə ki, Ermənistanda həm iqtidar partiyası, həm müxalifət partiyaları tərəfindən müzakirə olur. Mən istəyirəm bunu adekvat olaraq bir də Azərbaycanda iqtidar və müxalifət partiyalarının mövqeyi kontekstində bu məsələni qoyaq. Çünki nəticə etibarilə cəmiyyət siyasi sistemindən bütövdür, fərqli fikirlər ola bilər. Görək burada müxalifətin düşüncəsi necədir? Ona görə də studiyamıza Ədalət, Hüquq və Demokratiya Partiyasının baş katibi Niyaməddin Orduxanlını dəvət etmişik. Niyaməddin müəllim, siz bizim keçən verilişlərimizdə qonağımız oldunuz və çox maraqlı məsələlərə toxundunuz. Bugün Qərbi Azərbaycana qayıdış və Qərbi Azərbaycanlıların Ermənistanın vətəndaşı olması məsələsində bəlkə və mən deyərdim ki, Ermənistan cəmiyyəti iqtidarlı, müxalifətli bir yerdə sinxron hərəkət edirlər. Hələ biz nə güya ki, Azərbaycana münasibətdə qismən liberal olan Paşinyan partiyasından və onun siyasi komandasından bir müsbət rəy eşitməmişik. İndi o radikal müxalifətdən də mən danışmıram. Azərbaycanın siyasi sistemində uzun illərdir fəaliyyət göstərən bir siyasətçi kimi siz bizə Azərbaycan iqtidar və müxalifətinin bu məsələdə mövqeyini necə izah edə bilərsiniz? İlk öncə təşəkkür edirəm hörmətli Hikmət müəllim dəvət üçün. Doğrudan da bu gün çox qürur verici bir haldır ki, Azərbaycanda, məhz Qərbi Azərbaycan televiziyasında qədim torpaqlarımız olan Qərbi Azərbaycan müzakirəsi gedir. Bu bizim üçün çox böyük bir şərəfdir. O ki, qaldı sizin sualınıza, bir mənalı şəkildə düşünürəm ki, bu Qərbi Azərbaycan məsələsi Azərbaycanlıların hər birinin prioritet bir istiqamətidir. O başda Ali Baş Komandanımız cənab İlham Əliyevin qeyd etdiyi kimi bu problemi ölkə ictimaiyyətinə, beynəlxalq müstəviyə daşıyan və bunlar yüz minlərlə Qərbi Azərbaycanlının pozulmuş hüququnun bərpasını həyata keçirdən Ali Baş Komandanımız İlham Əliyevdir. Yüz minlərlə Qərbi Azərbaycanlı bugün Ali Baş Komandan öz təşəkkürünü bildirir ki, çox böyük ümid yaranıb, inam yaranıb ki, biz sülh şəraitində qeyd etdiyi kimi normal öz dədə-baba torpaqlarımıza qayıdacağıq, ora məskunlaşacağıq, normal biz heç bir ölkənin Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi 91-92-ci ildə qəbul etdiyi sərhədlər çərçivəsində biz öz torpaqlarımızın başqa bir müstəvidə kiminsə hansısa bir ölkənin ərazisinə iddia etmirik. Sadəcə əldə olunmuş bizim mülklərimiz, məscidlərimiz, qəbristanlıqlarımız, ulu babalarımızın, valideynlərimizin qəbirlərini ziyarət etmək üçün, öz evlərimizə qayıtmaq üçün. Bu istiqamətdə Azərbaycanda iqtidar, müxalifət anlayışı ola bilməz. Mümkün də deyil. Çünki bu Qarabağ kimi Azərbaycanın ümumilli maraqlarıdır. Dövlət və milli maraqlarına söykənən bir müraciətdir, çağırışdır, gələcəyə hesablanmış bir hədəfdir. Burada iqtidarın, müxalifətin fikri ayrı ola bilməz. İqtidarın daxilində minlərlə, 10 minlərlə Qərbi Azərbaycanlılar var ki, onlar da eynən istər müxalifət sıralarında olmuş olsun, istər bitərəflər olsun, 10 minlərlə, 100 minlərlə insanın hüququnun pozulmasından söhbət gedir. Burada başqa bir məsələyə yanaşmaq, başqa nöqteyi nəzərdən çıxış etmək, toxuşmaq, fikir ayrılığı mən düşünürəm ki, ola bilməz, bu qeyri-mümkün də olsun. Axı söhbət qeyd etdiyim kimi, böyük bir millətin, yüz minlərlə insanın nəzərə alsaq ki, hörmətli Hikmət müəllim, 88-ci ildə 300 minə yaxın Qərbi Azərbaycanlı məcburən zorakılığa məruz qalaraq ev eşiyindən didərgin salınıb. Zorla çıxardılıb. Böyük əksəriyyətin nə əşyalarını götürə bilibdir. Cinayətlərlə çıxarılıbdır. Ölüm halları olub, onlarla işgəncələrə məruz qalıb bizim soydaşlarımız. Bu günləri biz internet məkanıdır, müasir dünyadır. Qərbi Azərbaycanlıların əksəriyyəti Google vasitəsilə həmin kəndlərə baxırlar. Evlər bomboş,
dağılmış vəziyyətdə. Bax, biz öz evlərimizin bərpa olunması üçün beynəlxalq hüququn, normaların, dünyanın bizə imkan verəcəyi səviyyədə biz geri qayıtmaq istəyirik. Doğrudur. Yəni elə Qərbi Azərbaycana qayıdış konsepsiyası da beynəlxalq hüquqa əsaslanan ləyaqətli qayıdış, Ermənistanın konstitusiyasına əlçatanlığın təmin olunması və Ermənistanda bir inklüziv cəmiyyət olsun. Yəni dünyanın hər yerində eyni dövlətin fərqli etnik mənsubiyyəti olan vətəndaşları var. Azərbaycanda da elədir. Amma bu bizim nə ərazi bütövlüyümüz üçün savaşmamıza mane olur, nə inkişafımıza mane olur. Tam əksinə ictimai mühiti zənginləşdirir, ondan sonra mədəniyyətimizi zənginləşdirir, mətbəximizi zənginləşdirir, düşüncəmizi zənginləşdirir və bir millət olaraq sinxron kütləvi hərəkət qabiliyyətimizi əlimizdən almır. Ona görə mənə elə gəlir ki, bir də bu kontekstdən Ermənistan tərəfi baxmalıdır ki, axı nəyə görə uzun illər bu torpaqlarda yaşamış, heç bir halda, heç bir vaxt etnik separatçılıqla məşğul olmamış Qarabağ ermənilərdən fərqli olaraq, Qarabağ ermənilərdən fərqli olaraq mənsub olduğu, vətəndaşı olduğu dövlətə qarşı üsyan etməmiş bir, demək, insanlar qrupundan söhbət gedir ki, Ermənistan onların tarixi vətəndir. O insanlar bizik Qərbi Azərbaycanlılardır. Ona görə də mənə elə gəlir ki, son dövrlərdə sizə necə gəlir Azərbaycan prezidentinin həyata keçirdiyi bu fəaliyyət sayəsində biz Qərbi Azərbaycana qayıdışa nə qədər yaxınlaşa bilmişik? Dediyiniz o beynəlxalq təşkilatlar, beynəlxalq hüququ nəzərə almaqla. Demək olar ki, bu məsələni Azərbaycanın bugünkü vəziyyətində Qarabağdan sonra bir nömrəli bir mövzusu kimi, problemi kimi ölkə ictimaiyyətinin də o cümlədən beynəlxalq təşkilatların da diqqətinə cəlb etmişik. Mən burada xüsusən Qərbi Azərbaycan icmasının fəaliyyətini qeyd etmək istəyirəm. Yəni bunun rəhbərliyində bu sahəyə rəhbərlik edən şəxslərin fəaliyyətini yüksək qiymətləndirirəm ki, bu sistemli, ardıcıl olaraq məhz bu məsələni ölkə xalqımızın diqqətinə, nəzərinə gəlib çatıb, o səviyyəyə gəlib çıxıbdır. Biz nəzərə alsaq ki, həm bu istiqamətdə bir sıra tədbirlər keçirilir, beynəlxalq konferanslar olur. Azərbaycanda böyük bir tədbirlər, 100-dən artıq ölkənin nümayəndələri cəlb edilir. Bir sıra təşkilatlar bu istiqamətdə işlər aparılır. Bu artıq böyük bir uğurun başlanğıcıdır. Və biz çox ümidliyik ki, qeyd etdiyimiz kimi, biz necə ki, Azərbaycan vətəndaşları 50 milyonluq bir xalqıq, dövlətik, bunu hər zaman Cənab Prezident də qeyd edib, başqa dünyanın o 200-ə yaxın ölkələrində yaşayır, evləri var, ailələri var. O cümlədən də bizim doğal haqqımızdır ki, Qərbi Azərbaycan, axı, hörmətli Hikmət müəllim, biz yaxın tarixə nəzər salanda 1920-ci il 11-ci Qızıl Ordu işğalına diqqət edəndə, 20-ci ildə Sovet İmperiyası Azərbaycanı zəbt edəndə, 20-ci ilin noyabrın 30-unda bir Komünist Partiyasının imzası ilə qədim torpağımız olan Zəngəzur Ermənistana bağışlanıb. Bu artıq onun özü normaların, bütün beynəlxalq hüququn pozulmasıydı. Bir partiyanın imzası ilə Zəngəzur bütövlükdə Ermənistana bağışlanmışdı. Özü də bizə aid olmayan Rusiya Sosial-Demokrat Komünist Partiyasının imzasından. Yəni Azərbaycanın, heç Azərbaycanın Komünist Partiyası da buna imza atmayıbdır. Bu mərkəzi Rusiya Federasiyası. Və burada Azərbaycan xalqının da iradəsi heç nəzərə alınmayıb. Azərbaycan xalqının heç fikri nəzərə alınmayıb. Ondan sonraki proseslərdə də bu 70 il ərzində Azərbaycan öz müstəqilliyini 91-ci ilin oktyabrında ikinci dəfə bərpa edənə qədər hansı ərazilərimiz Ermənistana birləşdirilmişdi? Və nəhayət 88-ci il prosesində kütləvi şəkildə qeyd etdik dəfələrlə. Yəni, bax, ona görə biz düşünürük ki, biz Qərbi Azərbaycana sülh şəraitində öz dədə-baba torpaqlarımıza, öz evimizə mən Qafanı xatırlayıram. O gözəl Qafanın səfalı Oxçu çayını xatırlayıram. Hörmətli Hikmət müəllim, bizim ev çaydan bizə bugün zəhər axıdırlar. Bəli, Oxçu çayı biz Müsəlləm kəndindənik. Bizim evin düz önündən keçirdi Oxçu çayı. Mən dəfələrlə orada bütün uşaqlığım xatıramdadır. O bizim necə dağlar, böyük bir əzəmətli dağlarımız, meşələr, təbii meşələr. Bax, bu cür səfalı yerlər bizim tarixən etnik baxımından da Azərbaycan türklərinin olub. Qafanın, mən sizə bir məlumat verim.
bildiyim qədərilə Sovet dövründə 200-ə yaxın kəndi olub. Sonradan bu kəndləri məqsədli şəkildə Sovet dövründə birləşdiriblər, sıradan çıxardıblar. Doğrudur, Bir çox kəndlər var, əlbəttə ki. Şotalı, adlarını çəkə bilərəm ki, o kəndləri ümumiyyətcə siliblər və nəhayət Sovet dövründə 90-a yaxın kənd olub. Hikmət müəllim, o 90 kəndinin birində bir erməni belə yaşamayıb. Doğrudur. Bax, bu fakt, bu tarixi fakt bütün bunlar onu deməyə əsas verir ki, Niyaməddin müəllim, əlbəttə ki, tarixi ədalət bir gün bərpa olunmalıdır. Biz də Azərbaycan prezidentinin müəyyənləşdirdiyi o konsepsiya əsasında sülh yolundan Ermənistanın layiqli vətəndaşları kimi Ermənistana qayıdacağıq. Hörmətli tamaşaçılar, söz kafandan düşmüşkən Niyaməddin müəllim çox maraqlı məsələlərə toxundu. Kafan sözünün izahı, etimologiyası da türkçədir. Kaf, kafa sözündəndir, baş deməkdir. Ansa arxaik türkçədə cəm şəkilçisi deməkdir. Kafan sözü başlar ölkəsi ya da ucalar ölkəsi mənasına gəlir. Və kafanda bir maraqlı ad var, kənd adı var. Bu da yenə çox maraqlı bir etnotoponimdir. Oxtar kəndi var. Bəli. Oxtar kəndi, Oxtar Attilanın qardaşı Ruanın oğludur. Oxtar, dar-dər Azərbaycan dilində sözləri şəkilçisidir. Ox, oxtar, mal, maldar, ev, evdar və s. Oxtar oxçu deməkdir, ox düzəldən deməkdir. Oxtar əmsoğlu Ərbillə bərabər gəlirlər. Oxtar gəlir Zəngəzur dağlarında məskunlaşır. Demək, oradakı türkləri başına yığaraq, deməli, bu Zəngəzur, Zəngi tayfalarını başına yığaraq böyük bir dövlət yaradır. Ərbil isə gedir Kürün hövzəsinə, Gürcüstanda yerli tayfaları başına yığaraq bir çarlıq yaradır. Ondan sonra bu çarlıq Gürcülərin siyasi elitasına çevrilir və Ərbil olur Arbel. Arbelyanilər deyilən Gürcüstan hakimiyyətini quran və Gürcüstanın gürcüləşməsində və dövlət kimi formalaşmasında xüsusi bir mərhələ təşkil edir. Arbelyanilər hansı Gürcüdən soruşsanız, Arbelyanlərin Gürcü dövlətinin qurucusu olduğunu deyəcək və Oxtar da bax bizim Zəngəzur dağlarında o dövrdə dövlətimizin bir hissəsini quran lider kimi xatırlanır. Ona görə də icazə verərsiniz bir cümlə əlavə eləyim. Buyurun. Mən istərdim ki, bu tamaşaçılar üçün də çox maraqlı olacaq. Qafanın bir neçə kəndlərinin adını çəkim. Baxın, Çurut, bəli, Girətağ, Şəhərcik, Baharlı, Pürülü, Cığı Müsəlməm, dağları. Bugün bəli. Gədəbəydə Cığı dağı var. Bugün Türkiyənin yarısı Cığı tayfalarıdır. Hətta Cığılı adında xüsusi bir tekstillə, toxuculuq mallarıyla məşğul olan bir firma da var. Cığılı firması deyirik. Bax, o bütün bizim etnomədəni arealımızda yayılmış, demək bu etnotoponimdir. Davud bəy, bax bunlarla bərabər Qafanda olan bu kəndlərin bəzi adlar eynən bizim Zəngilan rayonunda da həmin adlar var. Bəli, doğrudur. Bax bu onu deməyə əsas verir ki, bax Çurut, Davud bəy kəndi, Girətağ kəndi, necə erməni adı ola bilər, necə erməni kəndi ola bilər. Çox doğru buyurursunuz. Bu faktın, tarixi faktın özü onu deməyə əsas verir ki, Qafanda, Zəngəzurun bütün Meğridə, Qarakilsədə, Siyanda hər biri Azərbaycan türklərinin belə min illərlə yaşadığı bir ərazi olur. Çox sağ olun, təşəkkür edirəm Siz sağ olun, gəldiyiniz dəvət üçün. üçün. Belə görürsünüzmü, hörmətli tamaşaçılar, insan danışmaq istəyir, çünki söhbət vətəndən gedir, çünki doğulduğumuz, böyüdüyümüz coğrafiyadan söhbət gedir. Bizim şəxsiyyətimizi, kimliyimizi təyin edən o sosiologiya izah edir, 7 yaşa qədər hər şey o coğrafiya ilə bağlıdır. Ümid edirik ki, inşallah bizim səsimiz doğru başa düşülər və biz Qərb Azərbaycana vətəndaş olaraq qayıdarıq Ermənistana və orada öz vətəndaş hüquqlarımızdan bir gün istifadə edə bilərik. Beləliklə verilişimiz başa çatdı. Sağ olun, gələn görüşlərə dək.